Dostlar, indicə portağal şirəsi içirdim və onu sıxdığım zaman, hazırladığım zaman bir düşüncələr gəlməyə başladı ki, bir fikir keçsə ki, bu həqiqətən də min bir xəstəliyin dərmanıdır. Min bir narahatlığın sağlamlıqla bağlı dərmanıdır. Buna həqiqətən də inansan, bunu həqiqətən də dərk eləsən, tətbiq edəsən və öz üzərində həqiqətən də faydasını görsən, nə olar? Nələr baş verər? Və niyə bu belə sadə görsənir? Çünki sanki insana lazımdır demək ki, yox bax bu çox sadədir axı. Bu sənə belə köməklik eləyə bilməz. Sənə lazımdır mütləq filan bir şeyə qatasan, filan bir şeyə qatasan, filan bir şeyə. Çünki onda da bu var, bunda da bu var, bubisində də bu var və yalnız onlar birləşəndən sonra, ondan bir kaşa-malaşa düzəldəndən sonra o bir dərman ola bilər. Və yaxud da bu paketləşdirilmiş, qablaşdırılmış bir sintetik ağ tozun içində sanki sənin dərmanın ola bilər. Niyə belə bir illüziyalar var bizdə? Niyə biz hansısa bir süni bir şeylərə daha çox güvənirik, daha çox inanırıq? Nəinki təbiətə, məsələn, təbii bir şeylərə. Və əlbəttə demək olar ki, indi təbii nə var ki, indi bunlar hamısı ximiyadır, şişirdilib dərmanlarla yetişdirilən bir şeydir. Razıyam. Müxtəlif məhsullarda tərkibləri fərqlənir. Hətta məsələn portağalın özü olsun, sortundan sorta fərqi var. Dadında, tərkibində və s. Yetişdirilməsi çox önəmlidir hansı üsullarla, amma bir dənə çox önəmli bir əsas var, hansını meyvələrə heç bir başqa məhsullar çata bilməz və meyvələrin üstünlüyü elə ondadır. Odur ki, nə qədər dərmanlarla ya da kimyəvi şeylərlə böyüdülsə belə, onun tərkibində çiy, təmiz su var və o təbiidir. Yəni işləm keçməmiş bir məhsuldur. Biri var termo işləm keçmiş məhsul, nə vaxt artıq orqanik olmur, qeyri-üzvü olur. Yəni məsələn də adi paxlalların hansınsa götürün, əgər təbiidirsə, onu suya qoyandan sonra bu başlayır daha sonrası cücərməyə, taxıl olsun, həmçinin bütöv vəziyyətdə başlayır cücərməyə, yəni can var onda. Amma əgər onu bişirirsənsə, hazırlayırsansa nəysə, daha ondan sonra onu torpağa sal, su tök, neynəsən də artıq orada can yoxdur. Bax, mən əsas bu faktordan danışıram. Və həqiqətən də sən onu hal-hazırda içdiyin portağal görürəm ki, o qədər də dadlı deyil, razıyam. Bilirəm ki, o qədər dadlı deyilsə, bunun tərkibi də o qədər mükəmməl deyil. Amma birincisi mənim qidam ancaq ondan ibarət deyil. İkincisi də ki, yenə də sən görürsən ki, bu sənin orqanizmanı yükləmədi. Sən bunu içdin, bu sənə enerji verdi. Bu sənə əsas olan o enerjini verdi, vitaminlə təmin elədi, minerallarla təmin elədi və əsas çiy su ilə o başladı proseslər getməyə və görürsən ki, bədən də əməlli başlı təmizlənir. Bax, əsas bir məsələ hansını başqa bir məhsullar verə bilmir. Yəni, hər bir şeydə vitamin var, hər bir şeydə mineral var, amma o su məsələsi ki var, təmiz su, başqa bir, məsələn, ləpənin özü olsun, yeyirsən, görürsən ki, ondan sonra biraz boğazın quruyur, su istəyirsən. Amma bu təbii sulu meyvələrdə elə kimi bir şey yoxdur. Əgər sən onu məsələn xüsusilə də ac qarnına qəbul edirsənsə, görürsən ki, elə bu suyu da əvəz elədi, bu elə sənə zavtrıqı da əvəz elədi, həmçinin sənə enerji də verdi, eyni anda da təmizləyir bədənini. Amma başqa bir məhsulla qidalananda görürsən ki, onda həmçinin də o sənin sanki bədənini başladı yükləməyə. Enerji versə belə başladı yükləməyə. Görürsən ki, bir ağırlıq hiss edirsən, su içmək istəyirsən. Bax, bunlar hamısı o faktordur. O quru, sulu fərqi, həmçinin də termoişləm keçmişlə keçməmişin təbii məhsulun əsas faktorudur. Bütün proseslər suyun vasitəsilə gedir, yəni maddələrin mübadiləsi və s. Ona görə də
ən əsas faktor özümüz belə 80%, 70% sudan ibarətik. Belə hal-hazırda gələn fikirlər bu idi. Ümid edirəm sizin üçün faydalı oldu. Hər bir halda niyyətim bu idi. Sağ olun, təşəkkür edirəm izlədiyiniz üçün əziz insanlar. Özünüzə yaxşı baxın. Özünüzə.